Lənkəran Dram Teatrının bugün təşkil elədiyi tamaşa çox yüksək səviyyədə təşkil olunmuşdur. Həm aktyor heyətinin, həm texniki işçilərin, həm rejissorun, belə deyək ki, o gözəl əl işləri bəlli olurdu. Mövzu çox həssas və aktual bir mövzudur. Günü bugün çox aktual olan bir mövzuydu. Ailə dəyərləri, ailə mentaliteti. Bu nöqteyi nəzərdən bəzən biz gördük ki, orada aktrisalarımız, baş obrazının aktrisası, övlad rolunda olan aktrisa xoşbəxtçiliyi evin içində deyil, evdə deyil, qıraqda axtarmağa başlayırdı və əsasən burada görsənir ki, biz ailə dəyərlərimizə çox önəm verməliyik. Ən xüsusda valideynlər, yəni ata-ana öz övladına olan sevgisini, ona qayğısını biruzə verməlidir. Çox sağ olsun Astara xalqı. Bizi çox isti, çox gözəl qarşıladılar. Tamaşamızın təəssüratları çox gözəl oldu. Səhnədə demək olar ki, qulaq batırası alqış səsləri eşitdik. Aktrisaya, aktyora nə lazımdır? Elə məhz belə alqış. Alqışlar bizi xoşbəxt elədi. Bu tamaşanı izləməyənlər varsa, mütləq gəlib teatrımızda bu tamaşanı izləsinlər. Çox maraqlı tamaşadır. Mən tamaşa haqqında heç nə danışmaq istəmirəm. Ən yaxşısı özünüz gəlin, baxın və təəssüratlarınızı bizimlə bölüşün.